bəzən ifrat dərəcədə olan şeylər gətirib süniliyə çıxartmış olur. Bu da xoşa gəlməz bir şeydir. Amma normal qaydada, normal vəziyyətdə biz istər soy kökümüz olsun, istərsə də ailə məsələlərlə bağlı, ailə daxili münasibətlərdə mütləq biz onları qoruyub saxlayırıq və saxlayanlar da var. Təbii ki, burada aşılanma məsələsində sosial şəbəkələrin çox böyük təsiri var. Ümumiyyətlə, siz əgər fikir versəniz, elə ailələr var ki, məsələn, gedib o ailələrdə sən 5 dəqiqə davamlı otura bilməzsən. Çünki sıxıcı olur, darıxdırıcı olur, onların evə gələn insana münasibəti, qonağa münasibəti və yaxud da kənardan gələn insana münasibəti. Bu iş yerində də ola bilər, toplum içərisində də ola bilər. Amma mütləq orada ailəyə dəyər verən, mütləq qonaqpərvərliyə dəyər verən insanlar çıxacaq. Məsələn, mən həmişə özümdən misal gətirirəm. Çünki ən gözəl nümunə insanın özü olur. Əgər mən özüm nümunə deyiləmsə, mən buradan 100 dəfə ailə haqqında çığır-bağır edim, nə bilim, insanlara yaxşı-yaxşı mesajlar öyrədim. Amma məni tanıyan cəmiyyət içərisində olan insanlar var ki, o mənə bunu mütləq hansısa formada irad bildirəcək ki, sən özün bir ailə deyilsən, hansı ailədən danışırsan. Ona görə haqqı olan insanların bu haqda danışması daha gözəldir, nəinki haqqı olmayanların. Daha təsir edici olur. Bəli, və ona görə də mən həmişə efirdən də çıxış edəndə həmişə çalışıram ki, özümün, belə deyim, mənsub olduğum ailə haqqında misallar gətirim və yaxud da valideynlərim haqqında, valideynlərimə olan münasibətlərimdən misal gətirim. Evladlarıma və yaxud da daha sonra gələn nəsil, mən nənəyəm artıq, onlara istinad edərək misal gətirim. Və bunu mən bacara bilirəmsə, mən özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Amma siz demişkən, mənim də, məsələn, bibilərim olub, əmilərim olub, dayılarım,